Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bu sualı həll etmək üçün əvvəlcə 4 2-nin kvadratıdır. Oldu 2 üstü 2a bərabərdir 27 3-ün kubudur. Biz buradan hər iki tərəfi b qüvvət şəklində yazsaq, yəni qüvvətində b yazsaq, olur bu formada. Onda yazırıq bunu 2ab 3 üstü 3b'ni yazıram 3 üstündə b üstündə 3. Bu deyilir 2 üstü 2ab bərabərdir. 3 üstü b məndə 49'dur. Yazıram 49 üstündə 3. Bu da 2 üstü 2ab bərabərdir. 49 7'nin kvadratı olduğundan 7 üstü 2 üstündə 3. Hər tərəfi c qüvvətinə yüksəltsək 2 üstü 2abc olar. Bərabərdir. 2 vur 3 6 eləyir. 7 üstü 6 üstündə c. Onda buradan 2 üstü 2abc bərabərdir. C ilə 6'nın yerində isə 7 üstü c üstü 6 olar. Onda yazırıq. 2 üstü 2abc bərabərdir. 7 üstü c bizdə 8'dir. Olur 8 üstü 6. Bu deyilir 2 üstü 2abc bərabərdir. 8 2'nin kubudur. 3 6'ya vuranda 18 eləyir. Yəni 2abc bərabərdir 18'ə. ABC bərabərdir 9'a.